Mercedes CLS 63 AMG. Çox borclu bir duruşu var avtomobilin. Ford F150. Bu şəhərdə nətər parkovka eləmək olar? Salam hörmətli izləyicilər, Nicat Xaç kanalıma xoş gəlibsiniz. Mən Nicat. Bugün biz Akay Avtoservisdəyik. Bu videoda sizə maraqlı avtomobillər çalışacağım, çəkimi göstərim və təmir işləri ilə sizə tanış edeyim. İndi isə keçək videomuza. Burada belə bir Y300 modeli var, Mercedes-Benz. 4 matikdir. Amerikadan gəlib. ZD ilə. Ümumi təmir olunub, müştəriyə təhvil veriləcək. ZD-si isə belədir. Burada belə bir Mercedes GLE modeli var. Arxa ZD ilə gəlib, Amerika ixalında avtomobil. Belə də çox ZD-si yoxdur. Təmir olunub, sahibinə təhvil veriləcək. Burada maraqlı bir model var. BMW X2. X2. Yüngül ZD ilə yaxınlaşıb qapılarında. Belə bir ZD var. Burada isə belə bir model var. Ford F150. Avtomobil elə bir tankdır. Əsl dağa, daşa dırmaşılası bir avtomobildir. Avtomobilin farsunka sistemində problem var. Hal-hazırda təmir olunur. Qabaritləri çox yüksəkdir. Bu şəhərdə nətər parkovka eləmək olar? Bir şey də qeyd eləmək istəyirəm ki, Xaki 5 promokodu ilə yaxınlaşan şəxslərə bütün təmir işlərində 10% endirim və ən maraqlı şərh yazan bir izləyicimizə diaqnostika, yağ dəyişmə pulsuz. Ay qaqa, verməyin də bu Pradonu gətirim salım da qaqa, niyə bir Pradon harın salım? Gözəlliyə baxın, gözəlliyə. Mercedes CLS 63 AMG 2014-cü il. Bir çox gəncin xəyalı olan avtomobil, Allah hər kəsə arzusunda olanlara qismət etsin. Çox super bir modeldir. Boya işləri ilə bağlı servisə yaxınlaşıb. Hazır olub təqdim olunacaq inşallah sahibinə. Çox borclu bir duruşu var avtomobilin. Bir daha qeyd edeyim ki, əsl 63 AMG-dir, yəni dönmə deyil. Əlavə olaraq fərqli model Teslalar var. Onlar da təmir olunurlar. Bir çoxu Amerika idxalıdır, Amerika bazarı. Burada belə bir 46 model var. Avtomobildə ümumi olaraq boya işləri görülüb. Maşallah olsun avtomobil. Gövdəsi çox yaxşı vəziyyətdədir. Belə bir gözəl disklər var. Bu gün nə işlər görüb avtomobildə? Bu günləri inşallah ki, bu avtomobildə hava çəkimi ilə bağlı problemləri var. Orada turbonun şlankları var. Onları inşallah ki dəyişirik. Sonra antifriz saxan yeri var, su şlankları var. Onları dəyişirik, təmir edirik. Yenisi ilə əvəz eləyib inşallah yola sarılıq müştərimizə. BMW X6 modelidir. Burada belə bir Discovery var, 3 motor dizel Land Rover. Mühərrik probleminə görə, ya daha doğrusu turboda yağ axıdan yerlər var idi mühərrikdə. Ona görə rama gövdədən ayrılıb. Nicat usta bunu təmir edib müştərisinə təhvil verəcək. Tesla modelləri. Ford Mustang ümumi check-up'a gəlir. Cabrio modeldir. Avtomobilin yağı dəyişilir, korobkanın yağına baxılacaq. Əsl yayınmalıdır.
Əgər istəsəz, o CLS modelini göstərdim hansı ki, onun yığılandan sonra videosunu çəkib göstərə bilərəm. Şərhlərdə öz fikirlərinizi yazın. Bunu da deyə bilərəm ki, avtomobilin səsi tam olaraq simfoniyadır. 36 kuza var, furqon 36. BMW. Panorama səndə burada. Hələ tam olaraq hazır deyil. Kosmetik işlər görüləcək, disklər dəyişiləcək. Avtomat korobka. Maraqlı bir modeldir. Bugünkü videomuz da belə idi. Bəzi təmir proseslərini çalışdım sizə göstərən fərqli avtomobillər. Sizin avtomobilinizdə problem varsa, bu dəmirçi işi ola bilər, mühərrik işi ola bilər, diaqnostika işi ola bilər. Akay Avtoya yaxınlaşıb bütün işləri gördürə bilərsiniz. Yenə də qeyd edirəm, K5 promo kodunu istifadə edən şəxslər bütün görülən işlərdə 10% endirim qazanacaqlar. Və bunu da qeyd edim ki, Akay Avto servisdən yağ alan şəxslər yağ filtri, avtomobil diaqnostikası və yağ dəyişmə tam olaraq pulsuzdur.